Salam əziz Sport 1 izləyiciləri, Dünya Çempionatı özəl verişi efirdədir. Studiyada həmişə Məlik üçün Sultanlı və Zar Xudiyevdir. Zar. Salam, hər kəsi təkrar salamlayırıq. Xoş gördük. Bugün növbəti qrupları tez-tez, mümkün qədər tez şəkildə analiz eləməyə çalışacağıq. Çünki Dünya Çempionatının başlamağına 2 gün qalıb. Bəli, çox az qalıbdı o böyük həyəcana. Biz də başlayaq, çox gözlətməyək. Elə isə getdik. Biz A, B, C, D qruplarını təhlil etmişdik. Keçirik Y qrupuna, yəni ingilislər I deyir, bizimkilər E deyir. Burada Almanya, Ekvador, Côte d'Ivoire, yəni fil dişi sahilləri və Curaçao millisi var. Aha. Çox eksotik bir... Nəhayət elə bir qrup gəldi ki, yəni bu vaxta qədər demək olar ki, ilk 4 qrupda hamısı çox balanslı, komandalar bir-birinə yaxın bir qrup idi. Burada isə artıq bir mütləq favoritimiz var. Almanya yığması nəinki bu qrupun, həm də belə demək olarsa çempionatın elə Dünya Kubokunun favoritlərindən biridir. İlk 3 sırada olmasa da ən azından 4-cü, 5-ci sıraya yaza bilərik biz Almaniyanı çempion ola biləcəklər sırasında. Yəni qrupun da qeyd elədiyim kimi mütləq favoriti Almanya yığmasıdır. Baxmayaraq ki, bundan əvvəlki 2 dünya çempionatında həm 2018, həm 2022-də Almanya yığması qrupda qalmışdı, çıxa bilməmişdi. Amma bu dəfəki heyət, oyun fəlsəfəsi, sxem, taktika və yeni baş məşqçi, yeni nəsil daha doğrusu baş məşqçi Julian Nagelsmannın rəhbərliyi ilə komanda tamam fərqli bir profildə hazırlaşıb seçmə mərhələlərini çox rahat keçdilər. Belə darmadağınlar komandası deyildilər Almaniyaya və gəldilər Dünya Kubokuna. Digər komandalar isə nisbətən seçilən Ekvador var. Heyəti yaxşı, sağlam, Cənubi Amerikanı təmsil edən bir ölkədir Ekvador. Yaxşı oyunçuları var, tək-tək seçilən fərdi adlar var. Ener Valencia var, məsələn, çox maraqlı Ener Valencia son 2 dünya çempionatında qol vurub və bu dünya çempionatında qol vuraraq xüsusi bir klub var. 3 dünya çempionatında qol vuran oyuncular klubuna daxil olmaq istəyəcək. Bundan əlavə müdafiənin mərkəzində Paço var ki, Çempionlar Liqasının qalibi oldu PSG ilə birlikdə. Estupinyan var, Caicedo var. Yəni bir sıra tanınan oyunçuları var Ekvador millisinin. Qrupda ikinciliyə bu komandanın namizəd görürəm. Hərçənd Côte d'Ivoire fil dişi sahili millisi də yaxşı komandadır, Afrika təmsilçisi. Amma mənə elə gəlir ki, Drogba'dan sonra bu komanda hələ də tam olaraq özünü tapa bilməyib. Bir lider çatışmazlığı var bu komandada. Bəlkə də ən yaxşı üçüncülərdən biri kimi qrupdan çıxa bilər. Amma istənilən halda ilk 2 yeri mənim düşüncəmə görə Almanya və Ekvador olacaq. Curaçao millisinin haqqında isə nə bilim çox danışmağa bir şey yoxdur. Hər kim desə ki, mən Curaçao millisini izləmişəm, analiz eləmişəm, belə elə o adamlara inanmayın. Təbii ki, çox az məlumatımız olan, çox bilinməyən, eksotik bir ölkənin bir komandasıdır. Mənə elə gəlir ki, onların elə bu mundialda iştirakı belə kifayət qədər böyük uğurdur. Sən nə düşünürsən? Çox danışdın deyəsən. Yox, normal danışdım. Burada ən güclü komanda, yəni hətta dünya çempionatı olmağa namizəd komanda təbii ki Almanya millisidir. Dünya çempionu olmağa. Bəli. Aha, davam edə. Olmasın? Yox, olsun. Namizəd dedim. Yəni olmağa namizəd komanda Almanya millisidir. Qrupu rahat şəkildə keçə bilərlər. Sadəcə onlara Ekvador millisi bir balaca baş ağrı ola bilər. Təbii ki, mən düşünürəm ki, lider Almanya olacaq. Hətta 3-də 3 eləyə bilər. Sadəcə olaraq baş məşqçi amilləri də var. Biz Curaçao millisini çox tanımırıq, amma oradakı baş məşqçisi, dik advokatı hamımız tanıyırıq və nəsə eləmək istəyə bilər. Bu baş məşqçi onsuz da sürprizləri sevən mütəxəssisdir. Yəni ən yaxşı halda Côte d'Ivoire'dan xal almağa çalışacaqlar. Ən yaxşı halda. Çünki sən də dediyin kimi bu komandada o qədər Drogba'dan sonra o qədər inkişaf prosesi aşağı düşüb, çox inkişaf getməyib. Düzdür, hücum xətti çox yaxşıdır. Sebastian Aller var. O futbolçunu Kessiye də var orada. Düzdür, mənə elə gəlir ki, məsələn Avropa futbolunda daha çox qala bilərdi. Biraz erkən tərk elədi Avropa səhnəsini, amma kifayət qədər o meydanın mərkəzində mərkəz yarım müdafiəçisi kimi yaxşı oyunçudur. Tanınmaqdan əlavə həm də yaxşı oyunçudur. Ola bilər yəni, amma gəl yəni etiraf eləyək ki, 3-cü ilə ən yaxşı boyuna biçilib fil dişi sahilini, belə deyək. Təbii ki, burada bu komandalar içərisində bu qrupda yəni 3-cü məncə çıxa bilər play-offa. Ola bilər. Yəni ümumiyyətlə sadaladığımız bütün qruplarda
üçüncü komandaların çoxu, yəni çıxa bilər play-offda, yəni indiyə kimi. Çünki Ən yaxşı üçüncü olmaq üçün gəl bir təxmini bir hesablama. Ən yaxşı halda beş üçüncü xal olmaq yığmaq. üçün nə etmək lazımdır? 5, 4 xalla da 5, məncə 4 normaldır 4 bəli. xalla da çıxmaq olar, bəli. 3 xalla çıxanlar da olub, amma çox Yəqin ki, orada artıq fərqlənməlisən. top fərqinə baxılacaq. Burada nəyə görə deyirəm? Düzdür, indi fikrimin əksini deyəcəm. Curaçao millisi baş məşqçiyə görə çox yaxşıdır. Amma hamısı bu komandaya hal-hazırda baxırlar ki, məsələn Almaniya 5-6 top vurmağı fikirləşir. Ekvador da Valla mən top Dik advokatın baş məşqçiliyinə qətiyyən şübhə eləmirəm. Yəni Dik advokatı kifayət qədər yaxşı tanıyırıq hamımız. Niderlandlı futbol adamı, hətta Curaçao onu hər nə qədər zəif bir konfederasiyadan gəlsə də, yəni zəifdən də yəni rəqabətin az olduğu bir konfederasiyadan gəlsə də, onun bura çıxmağı belə Dik advokat üçün böyük bir, yəni onun uğur xanasına yazılan bir üstəgəldir, plusdur. Amma yəni baş məşqçi amili təkcə hər şeyi həll edəcəyini düşünmürəm. Əlində material olmayandan sonra baş məşqçi kim olsa da elə də bir ciddi fərqi olmur məncə. Mən elə düşünürəm, ümid eləyirəm ki, yəni sonradan yenə Curaçao hansısa bir şəkildə sürpriz eləyər, mən də linç yemərəm. Burada təhlillər var, yəni dünya mediasının təhlillər var. Biz lağ edirik bu komandanın dünya çempionatına çıxması ilə bağlı, amma təsəvvür edək ki, dünya çempionatına gedən heyətdə Niderland 2-ci liqasında, yəni Eredivisie 2-də filan oynayan komandalardan gənc futbolçular heyətə düşə bilmir. Bəzi hansı ki biz Azərbaycan millisini nəzərdə tuturam, əlbəl axtarırıq ki, heç olmasa Niderland 2-də oynayan, Superliga 2-yə, yəni TFF 1-ci liqaya gedən futbolçumuz oldu. Ən yaxşı hesab etdiyimiz futbolçulardan biri Toral Bayramov Bursaspora getdi, amma advokat heç yəni 2-ci liqada oynayan futbolçuları mənim diqqətimi çəkmişdi. Curaçao millisinin heyətində oyunçuların çoxusu Niderland doğumludur. Bəli. Əvvəllər biz görürdük ki, Niderland millisinin heyətində məsələn Surinamlı və digər daha əvvəl Niderlandın müstəmləkəsi olmuş ölkələrin doğumlu oyunçular daha çox təşkil edirdi. İndi bir geriyə doğru transfer gedir, belə demək mümkünsə. Futbolçular öz dədə-baba vətənlərinə üstünlük verirlər. Baxmayaraq ki, Niderlandda, Hollandiyada doğulublar, amma onlar təbii ki, onlar əks marşrut üzrə hərəkət edirlər. Təbii ki, heyətə düşməyən futbolçulardır Niderlandda. Aydın məsələdir. Niderlandda heyətə düşmək o qədər də asan iş deyil, amma bu yəni Curaçao millisində onların olması da çox maraqlıdır. Advokatla bağlı bir dənə də statistika var. Bu çempionatda komanda idarə edən ən yaşlı baş məşqçi olacaq. 78 yaşı var bu mütəxəssisin. Səhv eləmirəmsə Nagelsmann da ən gənc baş məşqçidir. Əgər səhv eləmirəmsə 37 yaşı var. Çox maraqlı bir, yəni keçmişlə müasirliyin, oldla yeni nəslin mübarizəsi də maraqlı olacaq. Mən ümumiyyətlə Nagelsmann nəslini, o məşqçilər nəslini çox bəyənirəm. Akademik məşqçilər deyirəm mən onlara. Yəni bunlar aktiv, peşəkar futbol həyatı olmasa da sırf bir məşqçilik akademiyasından çıxan Nagelsmanndır, ondan sonra Tuchel'dir, Flick'dir, Tedesco'dur. Bu kimi məşqçiləri mən həqiqətən çox bəyənirəm. Onların işlərini çox bəyənirəm. Çünki bunlar işə sırf data, peşəkar yanaşırlar. Onlarda yəni emosionallığa yeri yoxdur. Hər şey rəqəmlərdir, hər şey göstəricilərdir. Və bunların uğurlu olmasını həmişə gözləyirəm, istəyirəm və burada da Almaniya ekolunu qabartmağımın, Almaniyanı qabartmağımın əsas səbəbi də məhz Nagelsmann amilidir. Lekip bir maraqlı statistika yazıb, məlumat yazıb bu qrupla bağlı. Deyir, ikinci olacaq komandanı Côte d'Ivoire və Ekvador oyunu bəlli eləyəcək. Nə düşünürsən bu fikirlə bağlı? Yəqin ki, elə olacaq. Hətta qrupun gizli finalı adlandırıblar. Yəqin ki, elə olacaq. Çünki yenə təkrar eləyirəm, biraz da böyük danışmaq çıxır. Əslində proqnoz vermək nə dərəcə doğrudur? Dünya Kubokunda hər şey, hər an hər şey ola bilər. Almaniya düşünürəm ki, hər üç komandanı udacaq. Elə və yaxud belə birini biraz asanlıqla, birini biraz çətinliklə, amma hər üç oyunda qələbə qazanacaq. Bu da əsas mübarizə gedəcək ikincilik uğrunda. Burada isə Ekvadoru daha öndə görürəm, amma istənilən halda təkrar edir. Yəni deyib təkrar eləməyək. Fil dişi sahili, yəni öz aralarındakı oyunda daha çox bəlli olacaq. Razıyam bu ekibin yanaşması ilə. Bir də bu qrupun logistikası ilə bağlı çox maraqlı məlumat var. Demək, fərqli şəhərlərdə keçiriləcək bu qrupdan oyunlar. Houstonda, Philadelphia'da, Toronto'da, New York və New Jersey'də keçiriləcək oyunlar. Doğrudan da çox maraqlıdır. Yəni bu logistika baxımından qəribədir. Yəni İstirahət eləməyə vaxtları olmayacaq. Məsələn, Almaniya 14 iyunda Houstonda Curaçao ilə oynayır, 20 iyunda Torontoda,
Bəli, Côte d'Ivoire. Côte d'Ivoire fil dişi sahilindən oynayır. Yəni zarafat 25-i də deyil. New York'a 14-ü gedir. oyunu oynayır. 5 gündən sonra artıq Torontoda tamam fərqli bir coğrafiya, başqa bir ölkə, başqa bir stadion. Ümumiyyətlə bu dünya çempionatında belə logistika problemləri bir çox komandalara çətinlik yaradacaq. 3 ölkədir və Meksika biraz daha belə kobud çıxmasın, daha biraz dar hissədə yerləşsə də Kanada və Amerika o qədər genişdir ki, Böyüklər bəli. bəli, ölkələrin öz arasında belə ciddi saat fərqləri var. Yəni ölkənin şərqindən qərbinə doğru 4-5 saat hətta fərq var. İqlim şəraiti tamam fərqlidir. Bu tərəfdə Atlantik okean sahilləridir, o tərəf Sakit okean sahilləridir, tamam fərqli iqlimlərdir. Bir tərəf nisbətən daha sərin, soyuq, bir tərəf daha isti. Yəni komandalar təkcə meydanda rəqiblərinlə yox, ümumiyyətlə hava şəraiti ilə, məsafələrlə bir çox amillərlə mübarizə aparmalı olacaqlar. Belə demək olar ki, ümumiyyətlə bu dünya çempionatında taktika falan yox, fiziki baxımdan güclü olan komandalar Razıyam. qalib gələcək. Fiziki və mental baxımdan güclü olan komandalar qalib gələcəklər. Razıyam. Unutmadan onu deyim, sən qeyd edin logistikanı. Türkiyəli bir idman şərhçisi var, daha çox basketbolda tanınıb Kaan Kural. Bəli. Ondan soruşdular ki, yəni necədir? Bir hilal taktikası dedi. O qədim Türk dövlətlərinin bir müharibə taktikası var idi, hilal, aypara. Yəni demək olar ki, bütün stadionlarda xəritədə baxanda və yerlər işarələrində görünür aypara şəklində belə düzülüb stadionlar. Bu da çox maraqlı bir detal idi, istədim qeyd edeyim. Elə isə keçdik biz F qrupuna. Görək F qrupu. həmin qrupda hansı komandalar və hansı nəticə olacaq. Və maraqlı qruplardan biridir. Niderland, Yaponiya, İsveç, Tunis. Məncə ikincinin bəlli olmadığı bir qrupdur. Qaranlıq bir qrupdur. Deməzdim ki, Niderland da bayaq əvvəl danışdığımız Almaniya kimi mütləq favoritdir. Onu deməzdim. Favoritdir, amma Almaniya qədər şansı daha yüksək deyil. Ölüm qrupu adlandırmaq olar bu qrupu. 2 Avropa komandası var. Bir Asiya komandası, bir Afrika komandası. İsveç çox möhkəm komandadır. Ənənəvi şimal fiziki gücə dayanan komandadır. Bir də ki, yəni hücum xəttində İsak və Gökeres olan komandadan qorxmaq lazımdır. Elə ya belə mütləq, yəni qorxulu komandadır. Niderland da yəni səviyyəsini artıq təsdiq eləmiş bir futbol ölkəsidir. Baxmayaraq ki, daha güclü generasiyaları olub, amma mundiallarda bir nəticələr göstərə bilmirlər. Yalnız Cənubi Afrika 2010 xaric orada final oynamışdılar. Digər hallarda isə çox qəribə bir komandadır. Məsələn, hamını 3-0, 4-0 udub gəlib, misal üçün Avropa çempionatında ya Rusiyaya uduzmuşlar. Çox qəribə bir komandadır. Hər an hər nəticə göstərə bilərlər. Niderland, Yaponiya, İsveç, Tunis. Tunis isə Afrika futbolunun yəni yüksələn komandalarından biridir. Yaxşı müdafiə blokları, o müdafiə blokunda yaxşı iştirak edən komandadır. Ölüm qrupu demək olar, məncə demək olar. Nisbətən Niderland önə çıxır. Qalan hər 3 komandanın ikinciliyi üçün şansı var. Mən elə düşünürəm. Yaponiyadan bu qrupda sürpriz gözləyirəm. Ümumiyyətlə Yaponiya Qətərdə keçirilən 2002 dünya çempionatında qrup qalibi olmuşdu yəni. Eyni nəticəni təkrarlaya bilər. Ümumiyyətlə Yaponlarda futbolun təbliğatı tam başqa cürdür. Hətta yəni çizgi filmlər çəkirlər, futbol öz uşaqlarına, öz belə deyək də, körpələrinə. Kapitan Tsubasa yadında. Tsubasa, yəni bizim uşaqlığımızda, amma fərqli animelər indi də çəkirlər ki, yəni o daha yaxşı nəticələr əldə edəsinlər. Bəlkə Qətər, Səudiyyə Ərəbistan, yəni ərəb ölkələri pul xərcləyərək futbolda image qazanmağa çalışırlar, amma Yaponlar futbolçular yetişdirərək həm La Ligada, həm Bundesligada futbolçular Eintrachtın heyətində bu mövsüm səhv eləmirəmsə 2 yaxşı Yapon futbolçu var idi. Adlarını indi unutdum, amma çox yaxşı xatırlayıram ki, onlar yaxşı da çıxış eləmişdilər. Bir maraqlı məsələ mənim diqqətimi çəkən Nagatomo'nun da dünya çempionatına çağırılmasıdır. Nagatomo ümumiyyətlə bu dünya çempionatında yaşlı oyunçular çoxdur. Ochoa var, Neuer var, Ronaldo var, Messi var, Nagatomo indi çağırılıb. Ener Valencia var. Yəni 35 yaşın üzərində, hətta 40 yaşlarında, 39 yaşında çoxlu belə bir çox futbolçu üçün bir Neymar da qatmaq olar. Neymar da, hətta Hong Min-sonu da qatmaq olar. Yəni bir çox futbolçu üçün belə bir son akkord olacaq, sanki karyerasının son akkordu olacaq. O baxımdan da maraqlı bir dünya çempionatı olacaq. Niderlandın məncə
9-da 9 eləyə bilməyəcək bu qrupda. Çox çətindir. Çox çətindir. İsveçlə oyun onun üçün Niderland çox hətta çətin bəlkə elə olacaq. 6 xalla və yaxud 7 xalla və yaxud 5 xalla bəlkə də qrup lideri ola bilər. Yəni çox çətindir həqiqətən bu qrupda 9 xal qazanmaq. İmkan olsaydı bu qrupun 4 təmsilçisində növbəti mərhələyə keçirməyə dəyərdi. O maraqlı olardı. Amma məsələ maraqlı burasındadır ki, rəqiblər o qədər bir-birinə babdır ki, mən bilmirəm, yəni ən yaxşı üçüncü burada formalaşa biləcəkmi? Məncə 6-6-6-0 da ola bilər. Yəni Tunis bir qədər bu rəqiblərdən geri qalır. Düzdür, baş ağrı çox ola bilər. 6-6-6-0 necə ola bilər? Yəni məsələn Niderland tutalım ki, Tunisi uddu, Yaponiyanı uddu, Yaponiya İsveçi uddu, Tunisi uddu, İsveç Niderlandı uddu, Yaponiyanı uddu, belə bir şey. Belə bir şey, ya belə. Ola bilər, ola bilər. Yəni Niderland ilk 2 oyunda baxaq oyunların sıralamasına, nəticəni təmin eləsə, ilk 2 oyunda 3-cü oyunu uduza bilər. Niderland Yaponiya, İsveç Tunis, Niderland İsveç, yox, inandırıcı deyil Tunisə uduzmağı. Valla 6-6 çox maraqlı bir qrupdur. Yəni bir favorit var, amma 3 dənə də problem var yəni bu qrupda. Konkret yəni mən düşünürəm ki, İsveçlə problem yaşayacaqlar. Yəni bu ikinci turda. Mən söhbətimizin əvvəlində də qeyd elədim ki, yəni bir komandanın və axırıncı turda da İsak və Gyökeres var, o komandadan qopmaq lazımdır. Yəni 6-6 belə ola bilər. Niderland Yaponiyanı məğlub edir, İsveç Tunisi, Niderland İsveçə uduzur, Tunis Yaponiyaya uduzur, sonra Yaponiya İsveçə udur, Niderland da Tunisi udur. Belə 6-6 ola bilər. Ola bilər. Niderland İsveç oyunu çox maraqlıdır. Belə fikirləşirəm. Baş məşqçilərlə bağlı danışmağa gərək yoxdur məncə. Heyətlərlə bağlı da problem yoxdur. Hər hansısa bir nə Niderlandda, nə Yaponiyada, nə də ki xüsusilə də yəni müdafiə xətti Niderlandın çox güclüdür. Dumfries var orada, Van Dijk var, Frenkie de Jong var. Bu qrupdan 9 xal yıxsalar, dünya çempionatında yarı-finalı görərlər. Çünki çox güclü qrupdur. Güclü qrupdur və çox ən maraqlı məncə futbol mübarizəsi həm taktiki, həm fiziki məncə bu qrupda olacaq. Çox maraqla baxılası oyundur. Yəni həqiqətən çox maraqlı oyunlar olacaq bu qrupda. Qrupu da davam edirik. Belçika, Misir, İran, Yeni Zelandiya. Məncə Belçika millisinin yenə bəxti gətirib. Belçikadan danışacağıq təbii ki. İndi bütün futbol, Belçikanın qızıl nəslinin son akkordları filan bunları qoyaq bir kənara. Burada mən bayaq da qeyd eləmişdim ki, yəni dünya çempionatında oynamaq üçün təkcə fiziki hazırlıq yox, və mental hazırlıq çox önəmli rol oynayacaq. İran bu baxımdan çox ciddi bir sınaqla üz-üzədir. Çünki bir neçə ay əvvəl ABŞ və İran arasında olan siyasi problemləri bilirik. Xəbərimiz var. Yəni bununla bağlı çox ciddi çətinliklərlə üzləşmişdi İran millisi. Onlara hətta vizanın verilməsindən bağlı problem var idi. 2-3 gün əvvəl, yəni çempionatın başlamağına 5 gün qalmış dəfə eləmirəmsə, nəhayət İran millisinin oyuncularına viza verildi. Yəni tarixdə görülməmiş bir şeydir ki, bütün oyuncular bir-bir getdilər, o səfirlikdə qeydiyyatdan keçdilər, hamısı yoxlanıldı. Adətən bu kimi şeylərdə asanlaşdırılmış viza təqdim olunur. Komanda birbaşa heç oyuncuları, yəni şəxslərlə bir görüşülmədən vizalar verilir. Üstəlik onlara oyunlarının əksəriyyətini ABŞ-da keçirsələr də ABŞ-da qalmağa icazə vermədilər. İran millisi Meksikada məskunlaşacaq, ancaq oyundan oyuna ABŞ-a gedib qayıdacaq. Yəni belə çox ciddi, çətin mental çətinliyi var. Ölkədə onların üzərində təzyiq çoxdur. Azarkeş baxımından ola bilsin çətinlik çəkdilər. Düzdür, ABŞ ərazisində çoxlu İran vətəndaşı, İranlılar yaşayırlar. Təbii ki, oradan ona dəstək olacaq, amma istənilən halda İran millisi ciddi bir psixoloji, mental sınaq qarşısındadır. Təkcə futbol olaraq yox. Mən düşünürəm ki, bu kimi hallar biraz da bir Asiya, Şərq notları var. Bu da bizim, yəni bizə yaxın olan biraz da artırır, biraz da bir möhkəmləndirir, o birliyi, bərabərliyi daha da gücləndirir. Ona görə burada İran faktorunu xüsusi vurğulayıram. Belçika şübhəsiz idmani olaraq, futbol olaraq Belçika qrupun favoritidir. O məşhur heç bir nəticə qazanmasa da, yalnız səhv eləməmsə də bir yarımfinal var idi dünya çempionatında. Səhv xatırlamıram, ola bilər ki, nəsə səhv xatırlayıram. Yəni o qızıl nəslin artıq son akkordları da bu dünya çempionatında Avropa kupasında yarımfinalda da oynayıblar. Avropa çempionatında yarımfinalda oynayıblar. Yəni o qızıl nəslin son oyunçuları olacaq burada. Meunier olacaq burada, De Bruyne olacaq burada, Lukaku olacaq səhv eləmirəmsə də. Yəni bir neçə oyuncu olacaq. Bir də yeni gənc sonradan parlayan qapıçı Courtois olacaq.
Yəni bir də yeni gənc parlayan xüsusi oyunçular da qoşulacaqlar bunlara. İdman cəhətdən sportiv anlamda yanaşsaq, Belçika təbii ki, qrupun önə çıxan adıdır, komandasıdır. İkinci olaraq dediyim kimi o amillərə görə İranı üstün görürəm. Baxmayaraq ki, İran bu vaxta qədər heç vaxt Dünya Kubokunda qrup mərhələsindən çıxmayıbdı. Misir amili var. Misirin heyətində bəzi Salah xüsusi vurğulamalıyıq. Ona kömək eləyəcək başqa oyunçular da var. Omar Marmuş var məsələn. Marmuş var, bəli. Premier Liqada Manchester City ilə düzdür çempion ola bilmədilər, amma yaxşı mövsüm keçiribdi. Amma mən istənilən halda Belçika və İranı burada fərqləndirirəm. Sən nə düşünürsən? Sənə deyim, İran bu qrupda sürpriz eləsə, yəni təəccüblənmə, sənin sözünə qüvvət. Çünki bu əgər 2000 illik bir dövlətə sahibdirlərsə, müharibələr filan və bu müharibədə də çox əziyyət çəkdilər, həm xalq olaraq, həm millət olaraq futbolçuların özləri də dəhşətli şəkildə əziyyət çəkdilər. Bunun altından çıxa bilərlər. Və dünya çempionatı kimi turnirlərdə, mundiallarda belə şeyləri xoşlayır. Yəni belə maraqlı hadisələri xoşlayır. Avropa çempionatında Danimarka söhbəti var. Adamlar istirahətdən qayıdıb Avropa çempionu olmuşdular. Bunlar da fikirləşirdilər ki, biz gedə bilməyəcəyik, yerimizə ümumiyyətlə yəni belə gedəcək. qısa turnirlərin bir mövsüm ərzində davam Çempionlar Liqası olsun, ölkə liqaları olsun, bunlarda fərqli ab-havalar çox dəyişir. İl ərzində çox dəyişir ab-hava, amma qısa turnirlərin öz xüsusi hekayələri olur, öz xüsusi həyəcanları olur. Razıyam burada səninlə. Və düşmən ölkədə ən azı qrupdan çıxmağı bacaracaqlar. Bir də İran üçün düşmən ölkədə. İran-ABŞ qarşılaşması mümkündür. Səhv eləmirəmsə bu tutduqları yerə görə qrupdan çıxansa qarşılaşması mümkündür, amma İran-ABŞ 98 Fransa Dünya Çempionatında səhv eləmirəmsə heç oynamışlar. Səhv xatırlamırsam. Mən 12 yaşım var idi. Yaşımı da demiş oldum buradan. 12 yaşım var idi və çox maraqla ilk izlədiyim dünya çempionatı idi. Çox maraqla izləyirdim. Orada heç şey eləmişlər. Bir də səhv eləmirəmsə də sonradan 2006-da amma üz-üzə gəlmişlər. Bir dünya çempionatına yenə üz-üzə gəlmişdilər və hər ikisində böyük bir intriqa olmuşdu. Onların arasında istər siyasi atışmalar, meydanda bir gərginlik. 98-də daha doğrusu bir-birinə gülzad vermişlər, amma siyasi atışmalar yenə də olmuşdu. İndi də yəni çox ciddi bu dəfə birbaşa ABŞ-la qarşılaşmır qrupdan sonra bəlkə, amma hər halda oyunlarını Amerikada keçirəcək, Amerika Birləşmiş Ştatları arasında keçirəcək və ciddi, yenə deyirəm, təkrar vurğulayıram, psixoloji bir sınaq gözləyir İran millisini. Ürəyin, istəyin yox, məntiqin nə deyir? İran-ABŞ müharibəsini gördük 2026-cı ildə. Oyununu da görə bilərmiyik dünya çempionatında? Əslində görsək maraqlı olar. amma bütün provokasiyalara, bütün yəni problemləri açıq bir oyundur. Amma görsək də maraqlı olar. Belə, bu qrupun ən zəif komandası təbii ki, Yeni Zelandiyadır və mən də düşünürəm, yenidən fikirləşirəm ki, bu qrupda da 3 komanda play-offa çıxa bilər rahat şəkildə. Yenə oyunların yeni qrafikindən asılıdır. Yəni çox yormayacaqlar bir-birlərini. Məsələn, 2 oyunu ardıcıl udan komanda böyük ehtimal ehtiyat qüvvəni buraxacaq. Çünki fiziki olaraq çox yüklənəcəklər. Baş məşqçilər futbolçulara istirahət verəcəklər. Bax, oyunun sıralamasına baxa bilərəm. Bax, Belçika Misir oynayır. Belçika Misir çox çətin olur. İran Yeni Zelandiya. Məsələn, İran Yeni Zelandiyanı udsa əgər, mənə gəlir ki, uda biləcək. Sonra Belçika ilə məğlub olacaq. Və Belçika Misir oyununda iki komandanın ikisi də güc itirəcək. Hesabın neçə olmağına asılı olmayaraq ikisi də güc itirəcək. Yəni İran artıq burada önə çıxa bilər. Sonra isə Belçika və İran oynayır. Bu oyunda hər hansı bir hissəçi artıq İranı qrupdan çıxara bilər yəni. Yəni İran birinci turda belə deyək də qrafik baxımından bəxti gətirib. Birinci turda Yeni Zelandiyanı məğlub edib. Hər iki komanda ilə də əsas rəqiblərini heç eləsə, qrup ikincisi və yaxud da birincisi kimi qrupdan çıxa bilərlər. Doğrudur. Bu məntiqdən gedə bilərlər. Uğurlar arzulayaq. Cənub qonşularımızdır. Bizdə də İran tərəfdarları çoxdur, azarkeşləri çoxdur. İran ərazisində İran vətəndaşı olan bizim milyonlarla soydaşımız var. Elə onların da timsalında, yəni qonşularımıza təbii ki, uğurlar arzulayaq, şübhəsiz. Elə isə biz keçək növbəti qrupumuza. Bu günlük sonuncu qrupumuzdur, H qrupu. Burada maraqlı komandalar var. İspaniya, Uruguay, Suudi Ərəbistanı və Cabo Verde. Sonuncu olmamaqdan ötürü qırğın gedəcək burada. Yəni sonuncu
Yəni Səudiyyə Ərəbistanı və Cabo Verde, hətta təcrübə baxımından düzdür, Səudiyyə Ərəbistanın komandası daha təcrübəlidir. Artıq neçənci Messi mundiallar. Argentina udmuş komandadır. Hə, yəni. Zarafat eləməyək yəni. Amma Cabo Verde'nin də Bilməyənlər üçün, unutmuşlar üçün xatırladım. Yəni Dünya Çempionatı 2022-nin Qətərdə keçən Dünya Çempionatının açılış oyununda Səudiyyə Ərəbistanı Argentina yığmasına qalib gəlmişdi və hətta ondan sonra Argentina yığması belə bir toparlanıb güclənmişdi. Bəlkə də o məğlubiyyət olmasaydı çempion da ola bilməyəcəkdilər. Yəni Səudiyyə Ərəbistanını heç cür göz ardı etməmək şərti ilə qrupun favoriti İspaniya, ikincisi Uruqvaydı deyə bilərik. İspaniya ümumiyyətlə nəinki qrupun, çempionatın o yerə gəlmək istəyirdim. 3 və yaxud 2 favoritin Fransa və İspaniya, yəni ən güclü komandalardan İspaniyanı biridir. nəyə görə favorit hesab edirlər? Sonuncu Avropa çempionu olublar deyəmi? Yəni Çox möhtəşəm bir futbolçu kontingenti formalaşıbdı. Yəni sən təsəvvür elə ki, İspaniya o dərəcədə güclü bir heyəti var ki, Real Madrid heç kəs çağırmır komandaya. Yəni hətta Real Madridin İspan oyunçuları çağırılmadan belə çox güclü heyəti var İspaniyanın. Yaxşı bir nəsil formalaşıb, xüsusilə Yamalın artıq bu İspaniya, yəni Lamine Yamalın komandasıdır. Məncə problem burada yəni ki, bizdə Yamal xaric ulduzlar azdır. Daha çox kompakt oynayan bir komandadır. De La Fuente çox maraqlı bir oyun taktikası da seçibdi. O da saxta 9-dan oynamağı sevir. Əsasən ya Ferran Torres ya Olmo'nu hücumun mərkəzində yalançı saxta 9 kimi istifadə eləyir. Cinahlarda çox sürətli oyunçuları var. Yarım müdafiəsi yaxşı, güclüdür. Hərçənd Pedri səhv eləmirəmsə zədəli idi, amma oynayacaq, oynamaq ehtimalı çoxdur. Yəni məncə İspaniya həm heyətindən, həm baş məşqçisindən, həm taktikasından yenə deyirəm, nəinki qrupun, hətta çempionatın favoritidir. Uruqvay biraz fərqlidir. Çox belə bir dəli bir baş məşqçisi var. Bielsa çox çətin adamdır, çətin bir baş məşqçidir. İşlədiyi hər yerdə onun haqqında belə danışırlar, amma Uruqvayın da yəni heyəti maraqlıdır. Hərçənd Real Madriddən İspaniyaya oyunçu çağırılmasa da Real Madridin bu mövsümkü əsas oyunçularından biri Valverde hazırda Uruqvayın liderlərindən biridir, bəlkə də birincisidir. Maraqlı komandadır, yaxşı heyəti var və Bielsa amili çox önəmlidir. Çox belə Cənubi Amerika futboluna xas olmayan dərəcədə kompakt, daha çox stabil və necə deyim, daha çox keçid oyununa üstünlük verən bir oyun nümayiş elətdirirlər. İkinci yer kimi bunları görürəm. Səudiyyə Ərəbistan və Cabo Verde isə sən demiş sonuncu olmamaq üçün vuruşacaqlar. Mən qayıtmaq istəyirəm o Real Madrid məsələsinə. Məsəl üçün bir balaca haqsızlıq olub Dejan Huijsenə qarşı. Həm də bizim qohumdur da, bilirsən də Huijsen Azərbaycanlı. Qardaşı səhv eləmirəmsə də Azərbaycanlı xanımla evlənib. Amma o məsələni kənara qoysa, həqiqətən ona qarşı bir balaca haqsızlıq olub. Məncə baş məşqçi ümumiyyətlə son 6 ildə, 5-6 ildə həm Barcelonada, həm də ki Real Madriddə gəncləşdirmək siyasəti getdi və Barcelona İspan futbolçuları, daha çox katalonları öz akademiyasını yetirmələrinə üstünlük verdi. Real Madrid dünyanın başqa-başqa ölkələrindən gənc futbolçuları öz heyətinə yığmağa çalışdı və bu səbəbdən də Real Madriddən bu gün hər hansı bir futbolçu yoxdur dünya çempionatında və baş məşqçi də gənclərlə işləyib. Bütün yaş qrupları üzrə demək olar ki, həm Avropa çempionatında qalib olub, həm də dünya çempionatının səhv eləmirəmsə finalına çıxmışlar və də qalibi olublar. Yəni bu mütəxəssis İspaniya futbolunu başdan ayağa dəyişib, bütün yaş qruplarında işləyib və gənclərlə işləməyi sevir. Məsələn, Huijsen daha çox oynasaydı Real Madridin heyətində böyük ehtimal kənarda qalmayacaqdı. Arda Güler kimi daha çox şans qazansaydı, onu mütləq şəkildə çağıracaqdı. Əsas amil məncə budur. Hansı düz edir, hansı səhv edir, indi onu La Liga sevərlər daha yaxşı deyər. Son vaxtlar görsənir ki, Barcelona sistemi daha yaxşıdır, çünki daha çox uğurlar qazanırlar. Baxmayaraq ki, Çempionlar Liqasının qalibi ola bilmirlər. Lakin bir şey deyim, bəzi məşqçilər hətta oyunçunun cari fiziki formasına baxmırlar. Onlar üçün milli komandanın bir klub komandası kimi idarə edirlər. Onların bir əlinin altında bir 30 nəfərlik, misal üçün, biraz azaldıb 25 nəfərlik bir heyət olur və həmin oyunçular əgər ağır zədəsi, vərəqə limiti, nə bilim cəzasız adı yoxdursa da, sırf daim o oyunçulardan istifadə edirlər və o birliyi, bərabərliyi pozmaq istəmirlər. Amma məsələn Carvajal səhv eləmirəmsə də bundan əvvəlki turnirlərdə hətta Avropa çempionu olan komandanın da heyətində var idi.
Huysen də millətlər sonuncu, yəni oyunlara çağırılırdı, Bəli, bəli. rəsmi və yaxud qeyri-rəsmi yoldaşlıq oyunlarına filan çağırılırdı. Ola bilər ki, De La Fuente bu amili nəzərdə tutubdu. Yəni onun özünün bir indi biz şeydən danışanda, məsələn, İngiltərə millisindən danışanda və kesin də Türkiyə millisindən danışanda da qeyd elədik o çağırılmayan oyunçuları. Ola bilər ki, yəni bu amili nəzərdə tutub ki, mənim özümün işləmək istədiyim bir heyət var. Başqa bir artıq oyunçu orada görmək istəmirəm. Bu oyunçulara nə isə eləyəcəm. Mən ötən verilişdə də bildirmişdim. Bu mundialda sırf hücumçusu yaxşı olmayan komandalar uğur əldə edə bilməyəcəklər. Heyət baxımından müqayisə etsək, həqiqətən İspaniyanın heyəti çox gəncdir və yaxşı komandalar da oynayırlar, amma heyətin güclülüyü və uğurlarını nəzərə alsaq, Portuqaliya millisi daha güclü heyətə malikdir və məncə heyət baxımından yox, sırf mərkəz hücumçusu yaxşı olan komanda bu turnirin favoritidir. İspaniyada da sırf mərkəz hücumçusu yoxdur ümumiyyətlə. Yəni Lamine Yamal'la Niyə məyək də dedim, Nico orada Williams. saxta 9 taktikası, saxta 9 kimi istifadə eləyəcəksən. Barcelona taktikası artıq Avropada, dünyada çox mənimsənir. Bəli, ya Ferran Torresi ya Olmon istifadə eləyəcək. Məncə, yəni mən burada səndən razılaşmıram. Türkiyə millisi də təxminən elə oynayır. Bəli. İndi İspaniyada da elədir. Mən komanda oyununun daha çox önəmli olduğunu düşünürəm. Nəinki hansısa bir sırf 9 nömrənin pivot bir hücumçunun olmağındansa. Hətta İsveç millisinin daha çox şansı var mənə görə nəinki İspaniya millisinin. Çünki heç olmasa orada normal bir hücumçu var. Yəni 2 hücumçu var. Hətta İsak yadımdan çıxmışdı təbii ki. Bizim başımıza da oynatmışdı. Bəli, biz 4 qrupu müzakirə etdik. Maraqlı fikirlər səsləndirdik Zaur bəy. Vaxt azlığına görə məcbur olduq ki, 4 qrupu bir yerdə dəyərləndirək. Dünya çempionatının başlamasına bir gün qalır və bu bir gün ərzində sonuncu verilişimizi də yayımlayacağıq və həmin gecəsi elə artıq başlayacağıq çempionata. Çempionat oyunlarından sonra isə, çempionat oyunları ərəfəsində isə oyunlardan sonra Bəzi oyunlardan sonra, bəzilərindən qabaq. Hə, elə siz və digər futbol mütəxəssisləri burada dəyərləndirmə aparacaq. Yəni çempionat bitinə qədər yenə də bir yerdə olacağıq. Bugünkü veriliş başa çatdı. Sağ olun, salamat qalın. Kanala abunə olmağı, videonu bəyənməyi və paylaşmağı unutmayın. Sağ olun.